Salam dostlar, bugün sizə soğanda, sarımsaqda, yaşıl zoğlarında belə kimi saralmalar, məhv olmalar səbəbləri haqqında danışacağım. Deməli, bunun səbəbi bunu belə eləyən Staphylococcus versicolarium göbələyidir. Yəni soğanın yarpaq çürüməsi adlanır bu xəstəliyin adı. Bu xəstəliyin təyinatı, yəni göbələk olduğu üçün sporlar vasitəsilə, məsələn belə yoluxduqda sporlar xəstə hissədən sağlam hissəyə doğru hərəkət eləyir və mikroskop altında mən sizə bunun sporlarını da göstərəcəm videonun gedişatında. Deməli, bunun yaranma səbəbləri rütubət və isti hava şəraitində xəstəlik xüsusilə də yüksək rütubətdə 20-28 dərəcə arasında daha yaxşı inkişaf edir. Pis havalandırma ola bilər. Yarpaqlar arasında hava dövranı zəif olduqda göbələk daha rahat yayılır. Suvarmada səhvlər ola bilər. Yarpaqların üzərinə su düşəndə artıq infeksiya yaranır. Xəstə toxum və ya torpağın analiz olunmadan əkilməsi ola bilər ki, torpaqda olsun. Mübarizə üsulu ondan ibarətdir ki, sıx əkindən çəkilməlidir, suvarma rejiminin düzənlənməlidir, torpağın dərin şumlanmalıdır, torpaq analizi aparılmalıdır. Yarpaqlarda məsəl üçün görülsə ki, hardasa belə bir sarılıq falan var, ləkə var, o yarpaqlar aradan qaldırılmalıdır. Dərmandakı kimyəvi mübarizə mankaseptir, xlorotanildir. Yəni göbələk əylətinə dərmanlar tətbiq oluna bilər. Yarpaqları yandırmayacaq dozada istifadə edilməklə. İndi isə sizə mikroskop altında sporunu göstərəcəm. İndi isə mikroskop altında necə görünürsə sporları, onun haqqında danışacağım. Sporlar bunlardır. Bu sporların köməyi ilə yarpağı da inkişaf edir. Gördüyünüz kimi indi hərəkətləndirim onları. Gördüyünüz kimi bunlar da bu sporların köməyi ilə yayılır göbələk. Video maraqlı oldusa bəyənin, əlavə sual varsa yazın, kommentlərdə bildirim, kömək eləməyə çalışacağım.